Deyəcəm ki, evim çox basırıqdır. Nəinki mən paltarlarıma, hətta mən kitablarımı görə bilmirəm, hətta mən notlarımı görə bilmirəm. Mənim o qədər not yazılarım var ki, Bəli. onu axtarmaq üçün, onu yazmaq üçün, onu mahnılarımda, mənim mahnılarıma artıq evdə deyərdim ki, necə deyərlər, artıq sığmır da yerə göyə. Özüm də hərdən özümə sual verirəm ki, bu zənginlikdirmi, bu israfçılıqdırmı? İsrafçılıq deməzdim. Bu sənət insansınız, Elza xanım. Bəlkə fikirləşirəm. Mənə deyirlər ki, misal üçün, sən belə paltarları neyirsən, çıxar da evdən ver kiməsə. Fikirləşirəm ki, axı mən bunu bugün də geyməsəm, bəlkə də bir neçə aydan sonra hansısa bir konsertimdə bir aksesuar olaraq mənə lazım olacaq. Elza xanım, bax, sizin bu geyiminizi, bu tərzinizi mən bilirəm, təkrarlayanlar var. Siz görürsünüzmü sizin o təkrarlayan? Görürəm, çox sevinirəm, alqışlayıram. Bəli, əlbəttə çox görürəm. Nəinki bizim Azərbaycanda. Bizim Azərbaycan hələ onlara, heç Azərbaycanı nəzərdə tutmuram. Azərbaycan məni yox, onları təkrarlayır. Mənə baxdılar, yəni ki, qəbul etmədilər. Gördülər ki, məni artıq Avropa təkrarlayır. Siz kim təkrarlayırsınız? Öyle Avropada müğəndilər, hamısı üzr çılpaq çıxırdı, indi ekstravaganda keçiblər misal üçün. Ben niye saymadım, hamımız görünən yoran nə bələt ki. Yəni heç kim geyinmirdi. Bir 20 il bundan öncə, 30 il bundan öncə bir baxın Avropa müğəndilərinə və bir də baxın Elza'vıza. Baxın görün Elza necə geyinirdi, onlar necə geyinirdi. Baxmayaraq ki, fashion moda jurnallar, əvvəl bir qalın jurnal var idi, moda jurnal, dəb jurnalı. Yəni ki, bunları Azərbaycanda mən edəndə məni heç həvəsdən salmağa çalışıblar hər zaman, yəni sanki başa düşməyiblər, amma illər keçəndən sonra mən görürəm ki, onlar təkrarlayırlar.